Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Şəhid İbrahimov Alim Səhraboğludur. Şəhid İbrahimov Alim Səhraboğlu 26 dekabr 1993-cü ildə Ucar rayon Qazıqumlaq kəndində anadan olmuşdur. 2001-2010-cu illərdə Mingəçevir şəhər 4 saylı məktəbdə təhsil almışdır. 2004-2010-cu illərdə Mingəçevir şəhər 2 saylı Bülbül adlı musiqi məktəbində qarmon ixtisası üzrə təhsil almış və 2010-cu ildə Milli Konservatoriyanın nəzdindəki musiqi kollecinə daxil olub. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirmişdir. 2017-ci ildən Arif Məmmədov adına Göyçay uşaq musiqi vəzifəsində çalışmışdır. 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. 2 noyabr tarixində Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən uğrunda və Suqovuşanın azad olunması və Cəsur döyüşçü medalı ilə təltif edilib. Qısa və şərəfli ömür yolu sənətkarın həyat və yaradıcılığı haqqında sevilən və yaşadılacaq unudulmaz qəhrəman yolunu şəhidliyin uca zirvəsinə yüksəlməsinə bəhs edir. Hər an yaddaşlarda qalan, silinməz izlər buraxan sənətkar qarmon ifaçısı Alim Səhraboğlu İbrahimovun həyat yolu çox qısa və şərəfli ömrünü 27 yaşına sığdıra bilir. Həddən artıq çox bacarıqlı və peşəkar fəaliyyəti ilə öz dəstixətti ilə çox tələbələrə qarmonun şirin notlarından ifalar edər və böyük sirlərindən danışardı. Alim müəllim sənətinin inkişafında mühüm xidmətləri olmuşdur. Yüksək səviyyədə özünə məxsus bir yerdə işləmiş və yaradıcılığı haqqında sevilən bir müəllim olmuşdur. Vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmanlıq göstərərək Azərbaycanı düşməndən qorumağı bacarmışdır.